ki sen benimsen, yurdum, yuvam, meskenimsen. Anam doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Ya Mehrab 1985-ci il mayın 13-dən Qubernin Qamqam kəndində anadan olub. 2002-ci ildə Mübarək Abdullayev adına orta məktəbi bitirib və hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə xüsusi təyinatlara seçilib və orada qalıb. Vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalan igidlərimizdən biri də xüsusi təyinatlı qüvvələrin başqızırı Şəhid Mehrab Neftəliyevdir. Ona uğurlu döyüşlərinə görə ölümdən sonra Vətən müharibəsi qəhrəmanı adı verilib. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə tərtib olunub. Başgizir Füzulinin Cəbrayılın və Şuşanın azadlığı uğrunda savaşıb Şuşa döyüşü zamanı şəhid olub. Ailəli idi, 3 övlad yadigar qaldı. Azərbaycan ərazisi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılım və hər birisi qarşısında qoyulmuş tapşırıqlar icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev 15-12-2020-ci il tarixli sərəncamına əsasən Mehrab Neftəliyev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərində və işğal olunmuş ərazilərin düşmənin məhv edilməsi üzrə qarşılıq olmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19-12-2020-ci il tarixli sərəncamına əsasən Mehrab Neftəliyeva Vətən müharibəsi qəhrəmanı adı verilib. Azərbaycan Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Mehrab Neftəliyev ölümündən sonra Şuşanın azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycan
Azərbaycan Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24/6/2020-ci il tarixli sərəncamına əsasən Mehran Neftəliyevin ölümündən sonra hüquqinin azad olunmasına görə medal ilə tərtib edilib. Denizdən nəfər çəkilir, göydən sanki nur ələnir, hər yan yüksəncə var, sən qalibsən Azərbaycan. Vətənin yolu açıldı, bağlanmış qolu açıldı, dünyaya zəfər satıldı, sən qalibsən Azərbaycan. Sənə zəfər yaraşır, bütün hisslərim yarışır, sevinclə qəhər qarışır, sən qalibsən Azərbaycan. Səmada quşlar sevinir, günəşin ayın sevinir, qışında yayın sevinir, sən qalibsən Azərbaycan. İllərlə səbir edib dözdü bu xalqım, bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan zəfər günü mübarək, bilsinlər şəhidlər, bilsin qazilər. Tökülən o qanlar olmadığı hədər, 44 gündə gəldi bu böyük zəfər. Qarabağ bizimdir, hamı biləcək. Azərbaycan zəfər günü mübarək. Qanlı tarix yazdı, şanlı ordumuz, zəfərlə tartılandı milli ruhumuz, özünə qayıtdı cənnət yurdumuz. Artıq Qarabağ